Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə zərfin quruluşca növlərini öyrənəcəyik. Öncəliklə deyək ki, zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Buna görə də o nə zaman, haçan, nə vaxt, necə, nə cür, nə tərzdə, nə vəziyyətdə, eyni zamanda haçan, haraya, hara, haradan, nə qədər suallarından birinə cavab verir. Təbii ki, məna növünə görə fərqlilik göstərə bilir sualları. Və eyni zamanda zərf hərəkətə də aid ola bilir və eyni zamanda digər nitq hissələrinə də aid ola bilir. Zərf hətta zərfin özünə də aid ola bilir. Məsələn, bu quruluşda növünə daxil olmasa da nümunə olaraq yazaq. Məsələn, dünən gəlmişdim. Gördüyünüz kimi burada hərəkətə aid olan bir zaman zərfini görürük. Bir də deyə bilərik ki, dünən gec idi və yaxud da dünən isti idi. Burada hərəkət yoxdur, yəni xəbərimiz ismi xəbərdir. Birində zərfdir, digərində isə sifətdir və həmin dünən sözü bu nitq hissələrinə də aid ola bilir. Deməli, zərf təkcə hərəkətlə bağlı deyil. Daha sonra gəlin zərfin quruluşca növlərinə nəzər salaq. Yəni, zərf haqqında qısa məlumat verməsəydim, zərfin quruluşca növünə keçid edə bilməzdim. Çünki birinci, zərfi ümumi qrammatik mənasına görə dərk etmək lazımdır. Zərfin də digər əsas nitq hissələrində olduğu kimi 3 quruluşca növ var. Sadə, düzəltmə və mürəkkəb. Gəlin birinci sadə zərflərə baxaq. Sadə zərflər bir kökdən ibarət olan zərflərdir. Məsələn, elə zərflər bu dəqiqə sizə yazacağım ki, bax orada biraz çaşqınlıq olsun uşaqlarda ki, yəni mən bunu sadə götürüm, yoxsa düzəltmə götürüm. İnişil, sırağa gün, içəri, bildir. Daha sonra yazmaq olar yenə, az, çox və s. Keçdik düzəltmə zərflərə. Düzəltmə zərflər şəkilçilər köməkliyi ilə yaranır təbii ki. Gəlin görə bu şəkilçilər hansılardır? Lalə, cacə, casına, cəsinə, lıq üstü 4, lıq üstü 4, üstə gələk, dadə. Sonra ən, dadənin təkcə versiyası, sonra dandən, inə üstü 4, akı üstü 2, aşı bir variantda, sonra gə bir variantda, caq 2 variantda, araq 2 variantda, sonra ınca 4 variantda, anə, yanə, eyni zamanda yana. Şəkilçilərini göstərmək olar. Gəlin bir-bir hər birinə nümunə yazaq. Lalə, zorla, cəsarətlə, hünərlə və s. Cacə. Cacədə fikir verək, çünki cacə həm ədatdır, həm qoşmadır, həm də zərf düzəldən şəkilçidir. Əgər zərf düzəldən şəkilçidirsə, o dil bildirən sözlər əmələ gətirir. Məsələn, rusca, fransızca, yunanca, türkcə və s. Fransızca. Casına, cəsinə. Vurğu qəbul etməyən şəkilçidir. Həmişə özündən əvvələ salır vurğunu. İgidcəsinə, qəhrəmancasına. Lıq, üstü 4. Həmişəlik, hələlik və s. Lıqda, birlikdə, təklikdə, aralıqda, ortalıqda və s. Ən, qəsd, qəsdən. Burada söz qəsddir. Yəni, dən şəkilsi deyil, ən şəkilsidir. Daxil, daxilən. Dadə, yayda, həftədə, qışda, yəni zaman məzmunu, nə zaman sualına cavab verdikdə. Eyni zamanda onda. Dandən, çoxdan, birdən, qəfildən. İnə, tərsinə, eninə, düzünə, sonra çəpinə və s. Açı, yanaçı, çəpəki, aşı, yanaşı, gə, birgə, caq,
sevincək, araq, qaçaraq, vurulsuz son hecadadır. Qaçaraq, çaparaq. Bu şəkilçənin bəzilərinin amonimlikləri var. İndi hər birini yazdıqdan sonra onları fərqləndirməyi öyrənəcəyik. Lazımınca, layiqincə, qədərincə və s. Anə, alimanə, aşiqanə, yanə, məsələn, füzuliyanə. Sonra yana, zarafat yana, saymaz yana və s. İndi gəlin bir-bir şəkilçənin hər birinə nəzər salaq. Görək bunların hansının amonimliyi var. Birinci şəkilçimiz lalədir. Aşağıdan yazıram. Lalə. Lalə şəkilsi həm adlardan, fe'l düzəldən şəkilçidir. Həm ilə qoşmasıdır. Həm ilə bağlayıcısıdır. Həm də zərf düzəldən şəkilçidir. Bunları bir-birindən necə seçək? Zərf yazmayım. Çünki bu zərf deyil, zərf düzəldən leksik şəkilçidir. Gəlin bir-bir nümunə deyək. Adlardan fe'l düzəldən şəkilçi kimi. Baxaq. Yol, yolla. Baş, başla. Diş, dişlə və s. İlə qoşma kimi. Deyirəm ki, mən Aynurla görüşdüm. Aynurla görüşdüm. Əgər burada kim ilə, nə ilə sualı ortaya çıxırsa, deməli o qoşmadır, %100. Çünki kim ilə, nə ilə, hara ilə, orada işlənən, o sual əvəzinin yanında işlənən o ilə mütləq qoşma olacaqdır. Çünki cümlə üzvü kimi olan, cümlə üzvü kimi suala cavab verilən nitq hissəsi, köməkçilik hissəsi qoşmadır. Bu məntiqlə götürəndə biz burada kim ilə sualın ortaya çıxdığını görürük və buna görə də mən bunu qoşma kimi götürməliyəm. İlə sözünü əgər və ilə əvəz edə bilirəmsə, bu zaman o bağlayıcıdır. Məsələn, nümunə deyirəm. Aynurla mən məktəbə getdik. Aynur və mən məktəbə getdik. Gördüyünüz kimi burada həmin o laləni və ilə əvəz edə bilirəm. Deməli, burada bağlayıcıdır. Və son olaraq zərf düzəldən şəkilçi kimi, məsələn, zarafatla və s. İndi bəs gəlin götürək zarafatla sözünü. Bunu həm qoşma ilə işlədib, qoşma kimi götürmək olar, həm zərf düzəldən şəkilçi kimi başa düşmək olar. Gəlin görək bunları necə seçək? Cümlə daxilində seçmək olar. Məsələn, bir dənə nümunə yazıram. Deyirəm ki, sözün düzünü zarafatla deyərlər. Sizcə indi burada zarafatla sözü hansı nitq hissəsidir? Və təbii ki, oradakı lalə nədir? Sözün düzünü nə ilə deyərlər? Zarafatla. Gördüyünüz kimi, burada nə ilə sualı ortaya çıxdı. Biz bayaq qeyd etdik ki, əgər kim ilə, nə ilə, hara ilə sualı ortaya çıxırsa, deməli, burada ilə qoşmadır. İlə qoşmadırsa, zarafat sözü də isimdir. İsim, üstə gəl, qoşma modeli var burada. Çünki qoşma sözə qoşulur. İlənin də qısaltması lalə şəkilçi kimi sözün özünü artırılır. Deməli, burada 2 dənə nitq hissəsi var və buradakı zarafatla sözü zərf deyil. İndi gəlin zarafatla sözünü zərf kimi işlədək. Deyirəm ki, o bu sözü zarafatla dedi. Baxın, burada artıq həmin o hərəkətin tərzini bildirdik. Necə dedi? Zarafatla dedi. Baxın, burada zərfdir. Bir də bunu təbii ki, bağlayıcı şəklində işlətmək olar. Məsələn, zarafatla yalanı, məsələn, ayırt etmək lazımdır. Zarafat və yalanı. Gördünüz, burada və ilə əvəz edə bilirik. Deməli, burada da bağlayıcıdır. Bir daha baxırıq. Sözün düzünü zarafatla nə ilə, o ilə ortaya çıxdığına görə qoşmadır. Zarafatla necə sualına cavab verdiyinə görə ikinci cümləmizdə zərfdir. Zarafatla yalan. Burada 2 sözü
bir-birinə bağladığına görə və ilə əvəz etdiyinə görə bağlayıcıdır. İndi isə davam edək. Deməli, bizim lalə şəkilçimizi biz izah etdik. Gəlin cacəyə baxaq. Görək, cacəni biz nə götürə bilərik? Yəni, biz quruluşca növlərindən danışarkən, eyni zamanda şəkilçilərin amonimliyində danışmalıyıq ki, burada biz sözləri qarışıq salmayaq. Ki, görək, bu zərfdir, yoxsa ədat mı var içərisində və yaxud da başqa nitq hissəsidirmi bu? Bunu fərqləndirmək üçün öncəliklə biz bu biliklərə sahib olmalıyıq. Cacə eyni zamanda ədat kimi götürülə bilər. Cacə eyni zamanda qoşma kimi götürülə bilər. Cacə eyni zamanda zərf düzəldən şəkilçi kimi götürülə bilər. Bunları bir-birindən necə seçək? Bunları bir-birindən seçmək üçün bilmək lazımdır ki, zərf düzəldən şəkilçi kimi öncəliklə bu leksik şəkilçidir və o, dil bildirən sözlər əmələ gətirir, dil bildirir. Nümunə, dediyimiz kimi Yunanca, məsələn, Türkcə, İngiliscə və s. Bundan kənar işlənən bütün cacələr yəni qrammatik mənası olanlardır. Təbii ki, leksik şəkilçi kimi də qrammatik mənası var. Necə deyərlər? Ədatdır və yaxud da qoşmadır, şəkilçiləşmiş köməkçi hissələrdir. Daha dəqiq desək, bu cür ifadə edə bilərik. İndi gəlin görək, onların ədat və yaxud da qoşma olduğunu necə seçək? Onları seçmək üçün isə biz bilməliyik ki, birinci növbədə qoşma kimi onun iki növündə işlənə bilir. Həm bənzətmə qoşması, həm də ki, birgəlik vasitə qoşması. Bunların da özünün ayrı-ayrılıqda təbii ki, seçilmə yolları var. Əgər qədər sözü ilə əvəz edə bilirəmsə, bənzətmə qoşmasıdır. Əgər ilə sözü ilə əvəz edə bilirəmsə, bu zaman birgəlik vasitə qoşmasıdır. Gəlin, indi biz qoşmaya aid nümunə yazaq. Məsələn, deyirəm, zərrəcə ağlın olsaydı. Davam edə bilər, amma ehtiyac deyil. Zərrə qədər ağlın olsaydı. Gördünüz, əvəz edə bilirik. Deməli, burada həmin o cacə bənzətmə qoşmasıdır. Daha sonra keçək birgəlik vasitə qoşmasına nümunə deyək. Məsələn, Araz boyunca getdik. Araz boyu ilə getdik. Burada da ilə sözü ilə əvəz edə bilirik. Deməli, burada birgəlik vasitə qoşmasını biz görürük. Daha sonra gəlin keçək ədat kimi. Ədat kimi necə tapa bilərik? Ədat kimi isə biz onu tapacağıq sifətlərin yanında, sifət üstəgəl ədat, say üstəgəl ədat, söhbət cacədən gedir, zərf üstəgəl ədat. Nümunəyə baxırıq. Yaxşıca, xırdaca, körpəcə və s. Sayın yanında bircə, ikicə, üçcə, məsələn, deyirəm ki, üçcə günüm qalıb. Zərfin yanında astaca, sakitcə. Gördüyünüz kimi, bu tip sözlərdə, məsələn, yavaşca, adətən bunu qarışıq salırlar. Deyirlər ki, astaca, sakitcə, bəs axı müəllim, zərfin yanında işlənir, daha doğrusu feilin yanında işlənir, zərfdir, zərfin sualına cavab verir. Deyirəm, bəli, burada zərf var, ancaq burada eyni zamanda ədat da var. Yəni, bu sözlər cacə şəkilçisi ilə düzəlməyib. Ona görə bu sözlər quruluşca sadə hesab olunur. Yəni, indiyə qədər bax, bu yazdıqlarım hamısı quruluşuna görə sadə sözlərdir. Çünki burada iki dənə ayrı-ayrı nitq hissəsi var. Burada şəkilçi, leksik şəkilçi yoxdur axı. Mən ona niyə düzəltmə söz deməliyəm? Bax belə. Cacəni də bu şəkildə izah etdik. Növbəti keçək casına-cəsinə. Bunun amonimliyi yoxdur, ona görə rahatdır. Lıq-lik, luq-lük. Gəlin ona baxaq. Lıq üstü 4. Bu həm feildən isim düzəldir, həm feildən, daha doğrusu, adlardan, bircə dəqiqə, adlardan sifət düzəldir, həm də ki, zərf düzəldir. Yenə elə adlardan zərf düzəldir. Gəlin, baxaq, görək necə olur. Nümunə.
Birinci növbədə gəlin baxaq isim kimi. Məsələn, meşəlik, saflıq, təmizlik və s. Həm mücərrəd anlayış bildirən, həm də ki, konkret anlayış ifadə edən isimlər düzəltdi. Gəlin adlardan sifət, aylıq maaş, həftəlik maaş, bax belə günlük maaş, aylıq, həftəlik. Eyni zamanda zərf düzəldən şəkilçi kimi həmişəlik, hələlik və s. Sadəcə burada sözlərə düzgün sual verməklə belə bunu tapa bilərik də. Yəni o qədər çətin bir şey deyil. Gəlin burada şəkilçini təkrar edək ki, nümunəsi olduğunu bilək. Növbəti şəkilçimizə nəzər salaq. Lıqda. Bax bunu yazıram ona görə ki, bəzi sözlər var ki, problem ola bilər. Lıqda. Amma bunu belə yazmaqda məqsədimiz o deyil ki, burada biz iki şəkilçi götürəcəyik. Burada biz onu bir cür, yəni bir leksik şəkilçi kimi götürəcəyik. Məsələn, elə nümunələr yazım sizə. Birlikdə, təklikdə. Baxın, onu təhlil edək. Bütövlükdə, təklikdə. Yəni burada eynən fe'li sifətdə dığ, üstəgəl, mənsubiyyət olduğu halda orada yalnız bir qrammatik şəkilçi götürürdüksə, burada da o şəkildə bir qrammatik şəkilçi götürməliyik. İndi gəlin mən sizə birlikdə sözünü izah edim. Birlikdə sözünü iki cür başa düşmək olar. Həm bax bu sxema uyan, yəni zərf kimi, zərf. Həm də bir leksik, bir qrammatik şəkilçi ilə götürülən isim kimi başa düşmək olar. Nümunəsinə baxaq. Deyirəm ki, birlikdə bitirərik. Necə bitirərik birlikdə? Burada zərfdir. Zərf olduğuna görə də bu sxema uyğundur. Gördüyünüz kimi tapdıq. Bir də var isim kimi. Deyirəm ki, birlikdə məsələn satqın var idi. Yəni bu hansısa bir topluluqdan söhbət gedir. Satqın, mübtədamız, harada, birlikdə. Düzdür, bu zərflikdir, amma zərf deyil. Bunu yaxşı tapmaq lazımdır. Çünki biz bilirik ki, yer bildirən isimlər də mövcuddur. Bax, burada birlik isimdir. Də, bu yerlik hal şəkilsidir. Deməli, biz bunu yer bildirən isim kimi götürəcəyik. Bax, bu çox önəmlidir, buna fikir vermək lazımdır. Növbəti şəkilçimizə gəlin baxaq görək. Ən şəkilsi bir, təbii ki, bunu qüvvətləndirici ədəd kimi götürmək olar da, amma onu ayrı yazırıq. Yəni, orada heç bir problem yoxdur. Bir də ən fe'li sifət şəkilsi olur. Yəni, onda təbii ki, fe'li artırılanda biz görürük ki, bəli, bu fe'ldir. Gülən, deyən, ağlayan və s. Gəlin, keçək dadəyə. Dadə. Dadə şəkilsi də həm yerlik hal şəkilçisidir, qrammatik şəkilçidir, həm də zərf düzəldən leksik şəkilçidir. Baxaq. Məsələn, deyə bilərəm məktəbdə, evdə və s. Bu oldu isim, təbii ki, və qrammatik şəkilçidir bu. Bir də var deyirəm onda, həftədə və s. Bu da oldu zərf. İndi gəlin mən sizə onda sözünü biraz başa salım. Onda sözünü biz 3 dənə nitq hissəsi götürə bilərik. Həm zərf kimi götürə bilərik, həm əvəzlik kimi götürə bilərik, həm də ki, say kimi götürə bilərik. İndi buna baxaq. Nümunəsini də altdan yazıram, səliqəli olsun. Onda balaca idim məsələn. Nə zaman? Onda. Burada nə zaman sualına cavab verir. Deməli, bu zərfdir. Buraya yazdıq zərf. Bir də var, dedik ki, əvəzlik kimi. Onda qələmim qalıb. Kimdə? Onda. Baxın, burada kimdə sual ortaya çıxır. Deməli, bu o əvəzliyidir, n bitişdirici samitdir. Dadə yenə yerlik hal şəkilsidir. Burada leksikdir, burada qrammatikdir və həmin söz əvəzlikdir. Sonuncu, onda gələrsən. Yəni, saat 10-da mənasında. Saat 10-da gələrsən. Nə zaman? Saat 10-da. Amma burada dediyim kimi, məsələn, elə gəlin saat sözünü də əlavə edeyim ki, lap beyin qarışmasın.
Aha, əgər saat sözünü əlavə edirəmsə, bu arada təhlil uzanır. Burada da götürəcək onda. Yəni, burada artıq sözün kökü dəyişmiş olur. Sözün kökü on olur. Yəni, o olmur. Baxın, burada sözün kökü odur. Hər ikisində o n bitişdirici samitdir. Amma say mənasında götürürüksə, sayda təbii ki 10. Bax, budur, onun yazılı versiyası n ilədir. Yəni, orada bitişdirici samit yoxdur. Bax, bu da belə. Növbəti şəkilçimiz isə inədir. Bu da bir dənə şəkilçidir. Yəni, ancaq zərf düzəldir. A2, əki şəkilçisi də zərf düzəldir. Aşı şəkilçisi də zərf düzəldir. Birgə şəkilçisi gə, yəni bunu biz süpürgə şəklində də bilə bilərik. O da feildən isim düzəldir. Caq-cək. Bu da istəyirsiniz yazaq. Şifahidənsə yazmaq daha yaxşıdır. Caq üstü 2. Bu həm feildən isim düzəldir, həm adlardan isim düzəldir, həm də gördüyünüz kimi elə adlardan zərf düzəldir. Məsələn, nümunəsinə baxaq. Oyuncaq. Bu isimdən, isim düzəltməsinə nümunədir. Birinciyə yazaq yelləncək, ikinciyə yazaq oyuncaq, sonda sevincək zərf düzəltməsinə. Yenə sırasını pozmuram ki, yadımızda qalsın. Elə sırası ilə nümunələrimizdə işlədirik. Yel, yellə, yellən, yelləncək. Oyuncaq. Sevincək. Bax, burada sevindir sözün kökü. Sev deyil. Növbəti şəkilçimizə baxaq. Gördüyünüz kimi, yəni təkcə düzəltmə deyib keçmək olmaz. Görürsünüz nə qədər xırdalıqları var. Fikir vermək lazımdır. Araq ərəyə baxaq, mütləq. Araq, ərək. Bax, burada fikir vermək lazımdır. Bu şəkilçi həm feili bağlama düzəldir. Daha doğrusu düzəldir desək biraz yanlış olar. Çünki o morfoloji, qrammatik şəkilçidir. Orada morfoloji cəhətdən biz onu feil götürəcəyik. Həm də ki, zərf düzəldən leksik şəkilçidir. Bu şəkildə. Bunları bir-birindən necə seçək? Əsasən, qaçaraq və çaparaq sözlərini əsas götürmək lazımdır ki, bu sözlər zərf ola bilir. Əgər zərf dilərsə, bunlarda vurğu sona düşür, zərf olanda. Yox, feili bağlamadılarsa, bunlarda vurğu birinci hecasının üzərinə düşür, şəkilçinin. Çaparaq, qaçaraq, bax belə. Nümunəsini işlədək. Deyirəm ki, uşaq çaparaq gəldi. Gördünüz, vurğunu hara saldım? Sona saldım. Və ya da uşaq qaçaraq gəldi. Burada da sona düşdü. Bu hər ikisində nümunəmiz zərfdir. İndi gəlin başqa bir nümunə işlədək. Deyək, əskər atını çaparaq gəldi. Əskər atını çaparaq gəldi. Necə gəldi? Atını çaparaq gəldi. Burada araq ərək feili bağlamadır. Ona görə vurğusu birinci hecasının üzərindədir, araq ərəyin. Və bir də deyək, qaçaraq. Məsələn, deyək, idmançı uzaq məsafəni qaçaraq qət etdi. Burada da gördüyünüz kimi yenə vurğusu dəyişir və bu şəkildə də olur feili bağlama. Hər ikisi feili bağlamaya nümunədir. Bunu da belə qeyd etdik. Yəni, əsasən deyilişdə də önəmlidir də, intonasiyaya fikir verib vurğunu tapmaq çox önəmlidir. Deyirlər ki, vurğu çıxardılıb, amma gördüyünüz kimi elə feilin özündə də, bu zərfdə də biz vurğuya toxunuruq bəzi məqamlarda. Inca, incə, unca, üncə. Bu şəkilçiyə baxaq. Bax, bu şəkilçi həm feili bağlama şəkilçisidir, həm də ki, zərf düzəldən leksik şəkilçidir. Feili bağlama kimi qrammatikdir, burada isə leksikdir. Bunları seçmək təbii ki, asandır. Məsələn, gəlincə, görüncə, oxuyunca, yazınca. Bu oldu oxuyunca. Bu oldu feili bağlama. Görürsünüz nədir? Sözün özü nədir? Sözün özü feildir.
Yəni bir sözlə feili bağlamaq qrammatik şəkilçisi isə, deməli bu onsuz da feili artırılmalıdır da. Bunun başqa yolu yoxdur. Amma zərf düzəldən şəkilçi kimi adlar artırılır. Lazımınca, layiqincə, qədərincə və s. Bax, burada artıq leksik şəkilçidir və zərf düzəltmiş hesab olunur. Yəni, bu söz də zərfdir. Növbəti sözümüzə baxaq. Daha doğrusu şəkilçimizə. Anə, yanə, bu da ancaq zərf düzəldir. Yana sözü də bitdi. Şəkilçilərimizi hər birinin amonimliyini izah etdik. İndi isə gəlin mürəkkəb sözlərimizə keçid edək. Görək mürəkkəb sözlər neçə yolla yarana bilir. Mürəkkəb zərflər. Mürəkkəb zərflər ən azı 2 kökdən ibarət ola bilir. Həm bitişik yazıla bilir, həm defisdə yazıla bilir, həm də ayrı yazıla bilir təbii ki. Hər birinə nümunə yazaq. Bitişik yazılmasına, məsələn, deyə bilərik at üstü, günorta, ara bir çox düşür. Məsələn, ara sıra defislə yazılır, amma ara bir bitişik yazılır. Buna fikir vermək lazımdır. Məsələn, biraz uşaqlar qarışdırırlar, bu ayrı yazılır. Sonra bugün ayrı yazılır. İlk dəfə ayrı yazılır. Hər gün ayrı yazılır. Bu an ayrı yazılır. Bu vaxt ayrı yazılır. Bu zaman ayrı yazılır. Məsələn, defisdə yazılanları artırmaq olar. Gəlin onu da bu hissədə artıraq. Defisdə yazılanlara nümunə olaraq biz eyni zamanda eyni sözün təkrarını götürə bilərik. Mənalı, mənalı, həzin, həzin, bir, sayların təkrarı, az, çox və s. Sonra deyə bilərik əks mənalı sözlərin yanaşı gəlməsi, az, çox, gec, tez, ora, bura, aşağı, yuxarı və s. Daha sonra biz deyə bilərik bitişik yazılanlara nümunə olaraq bitişdiricisinin köməkliyi ilə yaranan taybatay, yanbayan, ilbəil, günbəgün və s. Defisdə yazılanlara bir də istəyirsiniz lal dinməzdə əlavə edək. Bu da maraqlı sözlərdəndir. Bu da defisdə yazılanlara nümunədir. Eyni zamanda sayların 1-ə 1000, məsəl üçün 1-ə 5 və yaxud da başdan başa, çıxışlı xal şəkilçisinin köməkliyi ilə ikinci tərəfdə yönlük hal və yaxud da yan-yana, bunlar da önəmli nümunələrdir. Feili bağlama ilə qarışdırıla bilər, amma feili bağlama deyirlər. Baş-başa və s. Bu qədər. Yəni, zərflərin quruluşca növləri əslində o qədər də çətin deyil. Sadəcə şəkilçiləri diqqətli öyrənmək lazımdır. Bir dənə son olaraq bugünlə bağlı qeydimi də bölüşüm sizin üçün. Bugün həm zaman zərfi ola bilir, həm də bugün, yəni əvəzlik, üstəgəl ismin birləşməsindən yaranan söz birləşməsi şəklində dəyərləndirilə bilər. Əgər nə zaman sualına cavab verirsə, zaman zərfdir. Bugün hava soyuq idi. Nə zaman? Bugün. Bir dəqiqə. Üzr sayın, səsim getdi. Bugün hava soyuqdur. Məsələn. Nə zaman? Bugün. Gördünüz, burada parçalanmaya ehtiyac yoxdur. Deməli, burada zərfdir. Bir də var, deyirəm ki, mən bugünü əsla unutmayacağam. Hansı gün unutmayacağam? Mənim unutmayacağım gün hansı gündür? Bax, bu gündür. Deməli, burada hansı günü ayırdıq, parçaladıq. Parçalaya biliriksə, bu ismi birləşmədir. Əvəzlik və isimdən yaranan söz birləşməsi. Bax, beləcə cümləni, zərfin quruluşca, daha doğrusu növlərini izah etdik. Ümid edirəm faydalı oldu. Növbəti izahlara dək sağollaşıram. Hələlik.